Bu, Azərbaycan futbolunda dəyişən güc balansı və Qarabağın hegemonluğuna yaranan yeri təhdid haqqında qısa bir icmaldır. Mənbəyimiz isə AFFA, Məşqçilər Komitəsinin sədri Vaqif Sadiqovun Premyer Liqanın ilk yarısı ilə bağlı analizidir. Yaxşı, bəs illər sonra bu intriqa haradan yarandı? Gəlin Sadiqovun analizindəki 3 əsas məqama baxaq. Birincisi, Sabahın yüksəlişi. Bu, heç də təsadüfi deyil. Sadiqov deyir ki, bu planlı bir işin, yəni infrastrukturun yenilənməsi, stabil komanda quruculuğu kimi addımların birbaşa nəticəsidir. Onlar liqada ən az qol buraxan komandadır, bu da göstərir ki, həm müdafiədə möhkəmdirlər, həm də hücumda effektiv. Nəticə, onlar artıq qış çempionudur və bu, Qarabağa çox ciddi bir mesajdır. İkincisi, gəlin bir də medalyonun o bir üzünə, yəni Qarabağa baxaq. Onlarda vəziyyət necədir? Komandanın Avropa cəbhəsindəki mübarizəsi daxili liqaya aydındır ki, təsirsiz ötüşməyib. Qurban Qurbanov məcbur qalıb heyətdə rotasiyalar edib, bu da təbii olaraq xal itkilərinə gətirib çıxarıb. Üstəlik, Sadiqova görə Ajaxla oyunda qələbənin son anda əldən verilməsi komandaya psixoloji cəhətdən ağır zərbə vurub. Və nəhayət üçüncüsü. Bütün bunlar ikinci dövrə üçün nə deməkdir? Sadiqov çempionluq yarışının çox güman ki, məhz bu iki komanda arasında gedəcəyini düşünür. Üstəlik, bu rəqabət digər klubları da qış transfer pəncərəsində daha fəal olmağa sövq edəcək. Yəni, bizi mövsümün ikinci yarısında daha gərgin bir mübarizə gözləyir. Bir sözlə, uzun illər davam edən Qarabağ dominantlığından sonra Premyer Liqada çempionluq yarışı indi həqiqətən də proqnozlaşdırılması çətin və daha rəqabətli bir mərhələyə girib.